Müsahibimiz Xankəndi futbol komandasının futbolçusu Tural Qurbatovdur. Tural, bugün Araz Saatlının qonağı idiniz və 14-0 hesabı ilə bu mövsümdə ən böyük hesab, yüksək hesablı qələbə qazandınız. Sən də bu oyunda 3 qola imza atdın. Zəhmət olmasa oyunu şərh eləyərdin. Düzdür, böyük hesablı qələbə oldu. Yəni biz çıxdıq futbolumuzu oynamaq üçün, yəni bizim qarşımıza nə məqsəd qoyulubdur. Yəni bu hesab da bizə önəmlidir, çünki gələcək oyunlarda ola bilər ki, qol fərqi də yəni çox önəm daşısın. Ona görə biz çıxıb ancaq futbolumuzu oynayırıq. Yəni məqsədimiz nədir? Çempionluq, inşallah ona da layiq olacaq Allahın izniyle. Çempionatda yəni artıq 5-6 qola imza atmısan burada. Yəni bombardirlik yarışına qoşulman kimi bir iddian var yoxsa? Yəni hər hücumçu kimi mən də yəni qollarımı vurmaq istəyirəm. Yəni bu bombardirlik, yəni sırf bombardirlik üçün oynamasam belə, əlbəttə ki, yəni qollarıma davam eləyir. Bombardirlik də olarsa, əlbəttə bu mənim sevincimdir, komandanın sevincidir. Yəni istəyərəm əlbəttə. Olduğu zaman sənə də, komandana da çempionatda uğurlar arzulayıram. Çox sağ olun. Çox sağ olun.